Deməli uşaqlar, bugünkü dərsimiz deməli qulaqdır. Analizatorlardan bilirsiniz ki, informasiyanın gözdən sonra ikinci yerdə əsas informasiyanı qulaq qəbul edir. Daxili qulaq xatırlayırsınız, xordalarda, balıqlardaydı. Orta qulaq yerləşirdi amfibilərdə. Xarici qulaq keçəcəyi kimlərdəydi? Xarici qulaq keçəcəyi quşlardaydı. Təbil pərdəsi qurbağalarda. Sonra adı nədir? Orta qulaqda olan tək eşitmə sümüyü olurdu deməli. Hansı sümük? Üzəngi. Sonra amma üç eşitmə sümüyü çəkizindən üzəngi məməlilərdə, bəli, bir də qulaq seyvanı da məməlilərdə yaranmışdı. İndi gəlin başlayaq bu məməliləri də, yəni insanın qulağı üzərində biraz daha dərindən dərsimizi genişləndirək. Qulağın özü üç hissədən ibarət idi. Xarici qulaqdan, baxın mənə, xarici qulaqdan, orta qulaqdan və daxili qulaqdan. Xarici qulaq təbil pərdəsi, daha dəqiq desək, qulaq seyvanı ilə başlayır və təbil pərdəsi ilə bitir. Qulaq seyvanının əsas funksiyası səsin istiqamətini təyin edir, səsi qəbul edir və onu orta qulağa doğru yönləndirir. Siz yəqin ki, otlayan heyvanlarda qulaq seyvanının daha yaxşı inkişaf etdiyini görmürsünüz. Çünki otlayan heyvanlar dinc həyat tərzi sürdüklərinə görə qulaq seyvanının hesabına, yəni heyvan otlayan zamanı qulaq seyvanı hesabına səsin istiqamətini edirdi, müəyyənləşdirir və təhlükənin hardan gəldiyini daha dəqiq təyin edirdi. Amma digər heyvanlarda, yırtıcılarda və digər belə deyək, primatlarda ümumiyyətlə bəsit formada sadədir. Çünki məsələn insanın özündə biz ictimai varlıqlar olduğumuza görə bizdə təbii qulaq seyvanının elə də böyük olmasına gərək qalmamışdır. Qulaq seyvanın əsas hissəsi qırdaq hissədən, alt hissəsi isə deməli birləşik toxumadan ibarət olan sırğalaqdan təşkil olunmuşdur. Qulaq seyvanı içində olan titriklər hər bir şəxsdə fərqlidirlər. Sonra deməli qulaq seyvanından sonra gəlir xarici qulaq keçəcəyi. Orta xarici qulaq keçəcəyinin ümumi uzunluğu 2-2.5 sm qədərdir. O məhdudlanır nə ilə? Təbil pərdəsi ilə. Xarici qulaq keçəcəyində, yəni iç tərəfinə bizim gördüyümüz kimi nələr yerləşir? Deməli qulaq kiri yerləşir. Qulaq kirinin əsas funksiyası xarici sekres vəzisi olaraq qulaq kiri ifraz etməkdir. Qulaq kirinin tərkibində lizasiya maddəsi də var və onun əsas funksiyası xarici qulağa düşmüş deməli mikrobları, mikroorqanizmləri məhv etmək və toz səciləni tutub içəriyə doğru ötülməsinin qarşısını alırdı və mütəmadi olaraq sintez edilib xarici qulağa doğru, yəni belə deyək də təbil pərdəsinə doğru istiqamət alırdı. Sonra gəldi təbil pərdəsi uşaqlar. Təbil pərdəsi yenə də xarici qulaqla orta qulağı nə edirdi? Sərhədlərini müəyyənləşdirirdi. Təbil pərdəsindən sonra orta qulaqda 3 eşitmə sümüyü var idi. Çəkic, zindan, üzəngi. Yadınızda saxlayın, hər qulaqda 3 eşitmə sümüyü, 2 qulaqda ümumi 6 eşitmə sümüyü var idi və deməli bu bir göz almasına hərəkətə gətirən əzələlərin sayına bərabər idi. Orta qulaqda dedim hansı sümüklər idi? Çəkic, baxın, zindan, üzəngi. Çəkicin dəstəyi birləşir təbil pərdəsinə, baş hissəsi isə, yəni ki, əsas hissəsi isə zindana, zindan isə üzəngiyə birləşmişdir. Ümumiyyətlə, orta qulaqda olan sümüklərin üçü də yadınıza saxlayın, skeletin tərkibinə aid deyillər və bunların funksiyası əslində nə edirdi? Səsi 20 dəfəyə qədər nə edirdi? Artırırdı. Yəni, əslində bizim səslərimiz heç də real səslər deyillər. Orta qulağın boşluğunda yerləşirdi hava boşluğu və orta qulaq Yevstaxi deyilən boru ilə və yaxud da deməli, eşitmə borusu vasitəsilə burun udlağı birləşmişdir. Bunun funksiyası orta qulaqda təzyiq fərqini atmosfer təzyiqinə bərabərləşdirməkdən ibarət idi. Güclü partlayışlar zamanı mütləq şəkildə ağzı açıq vəziyyətdə saxlamaq lazım idi ki, qulaq seyvanından daha dəqiq xarici qulaq keçidlərindən gəlmiş səs dalğaları, yəni güclü səs dalğaları təzyiq təbil pərdəsində partlatmasın. Əgər ağzı açıq vəziyyətdə saxlayırıqsa da, həmin hava kütləsi gələrdi orta qulaqdan Yevstaxi borusu vasitəsilə burun udlağı və beləliklə atmosfer təzyiqinə bərabərləşərdi və burada heç bir təzyiq fərqi olmadığından və qulaqda heç bir problem yarana bilməzdi. Yadda saxlayın, qripdir, anjinadır, skarlatina olduğumuz təqdirdə biz bəhdən fınxırmaq olmazdı. Əks təqdirdə burun udlaqda olan infeksiyalar orta qulağa doğru gələrdi və bu da orta qulaqda olan sümüklərin elastikliyinin itirilməsinə nəticələnirdi. Testdə bunlar var. Beləliklə, çəkic, zindan, üzəngi isə gəlib birləşir hara? İlbizə, daha dəqiqcə oval pəncərəyə. Ümumiyyətlə, ilbizin özü 2 hissədən ibarət idi, 2 labirintdən ibarət idi, sümüklü labirint və zarlı labirint. Sümüklü labirintin içərisində perilimfa yerləşir, zarlı labirintin içərisində isə endolimfa yerləşir. Bunlar təbii ki, bir-birlərinə qatılıqlarına görə əsaslı sürətdə fərqlənmişdir. İlbizin əsas tərkib hissəsi kortiv üzvündən təşkil olunmuşdur. Kortiv üzvündə də deməli reseptorlar yerləşir. Deməli, səsin gəldiyi yol, baxın burada verilibdir, səs dalğalarının gəldiyi yol. Qulaq seyvanı, xarici qulaq keçəcəyi, təbili pərdəsi, sonra gəlir çəkic, zindan, üzəngi, sonra gəldi oval pəncərənin elastik pərdəsi, artıq keçir daxili qulağa, perilimfa, endolimfa, korti orqanı. Korti orqanında artıq reseptorlar yerləşdiyinə görə həmin o səs dalğaları sinir impulslarına çevrilir və eşitmə vestibulyar sinir vasitəsilə
ötürülür baş beyin yarımkürələrinin gicgah nahiyəsinə. Deməli, yadınızda saxlayın, səs dalğaları korteva orqanına qədər gəlir, yəni ilbizə qədər səs dalğaları gəlirdi. Amma korteva orqanından sonra analizator başlayır. Yəni analizator dedikdə korteva orqanının özü, yəni ilbiz 1, reseptorlar var idi orada, eşitmə sinir reseptorları, 2 eşitmə vestibulyar siniri 2 və baş beyin yarımkürəsinin gicgah nahiyəsi isə 3 idi. Bir də bir şey yadından çıxdı demək ki, orta qulaqda boşluğunda havanın həcmi, ümumi həcm 1 kub santimetrə qədərdir.